Yəni mən bu formanın sevgisini, bu formaya olan sevgimi mən hələ uşaq yaşlarında olanda, yəni mən öz əmimdən öyrənmişəm. Əmim mənim bugünkü günə kimi yadımdadır. Əmim evə gələrdi, onun evdə bir dənə belə stolu var idi. Taxta stolu var idi. Öz formasını səliqəli çıxardardı, qoyardı onun üstünə. Mən gedərdim, oturardım o stolun qabağında, o formanı iyməyərdim belə. Onun iyi, yəni belə deyim, mən o formanın iyinin aşığı olmuşam. Yəni müharibə elə bir şeydir ki, mən ona görə deyirəm ki, müharibə bambaşqa bir həyatdır. Mən ona görə deyirəm. Yəni birisi necə gecəvi qanla bağlayıb gündüzüvi qanla açırsan orada. Bu vətən, bu torpaq uğrunda yenə də mən deyirəm, yəni son axan damla qanımız belə, yəni fəda olsun, qurban olsun millətimə, vətənimə. Mən Bəbirzadə İsmail Sədaqətoğlu 2001-ci ildə Lerik rayonunun Zərdəbələ kəndindən adam olmuşam. Və belə deyək də, həyatım mənim buradan başlayıb. Bura mənim doğma elim, obamdır. Və mən kiçik yaşlarımdan əmin himayəsində böyümüşəm mən. Bəbir obanarın. Yəni, o da özü bir xüsusiyyətlərin mənsubudur. Yəni, gəncliyini, belə deyək də, bir vətənə həsr etmiş bir insandır. Mən onun himayəsində böyümüşəm. Yəni, atamdan, anamdan belə də, yəni, razılıq alandan sonra məni öz yanına aparıb Xızı rayonuna. Mən onun himayəsində böyümüşəm. Mənim, belə deyək də, bu formaya, vətənə bağlılığım bir növ oradan yaranır. Yəni, mən xüsusi təyinatlar ailəsi ilə, mən kiçik yaşlarımdan mən tanış olmuşam. Mənim istərsə, mənim bibim oğlu Zeynalov Füzuli, o da xüsusi təyinatlar qüvvələr mənsubu olub. Yəni, mən, belə deyək də, mən bu ailəni onlarla sevməyə başlamışam. Yəni, bu sevgini onlar mənə öyrədib. Mən onlardan, onlar mənim böyüklərimdir. Yəni, mən bu sevgini onlarda görmüşəm. Onlardan öyrənmişəm mən bu sevgini. Və mən, dəqiq yadımda deyil, mən ikinci sinifə kimi mən orada yaşamışam əmimlə. Artıq ikinci sinifi bitirəndən sonra artıq öz ailəmin yanına qayıtmışam, Cəlilabad rayonuna. Orada Eldən Yusuf adına məktəbə daxil olmuşam. 8-ci sinifə kimi orada mən təhsil almışam. Təhsilimi 8-ci sinifdə orada dayandırıb peşə məktəbinə yazılmışam. Peşə liseyinə gedmişəm, yəni 3 ildə orada təhsilimi davam elətdirmişəm. Yəni bizdə peşə liseyində belə bir şey var idi ki, ora 3 illik idi. 8-dən çıxıb ora gedəndən sonra yəni 3 il orada təhsil almalı idim. Artıq hərbi xidmət vaxtı 6 ay dövlət tərəfindən yəni gecikdirilirdi də, yəni 6 ay sənə gecikdirilirdi. Və mənim orada hərbi müəllimim var idi, Əli müəllim. Hərbi hazırlıq